İnsan nə vaxt sözü öz təsirini itirir, təsirsiz olur, təsir eləmir qarşı tərəf. Buna aid qəşəng bir hekayə var, sizə onu danışım. Deməli, bir gün paltar yuyan maşın xarab olur. Çeşitli paltarlar var və zəng vuran paltar yuyan maşın ustasına. Çağırıram, deyirəm dərhal gəl, o da gəlir və ona çeşitli paltarları göstərir. Deyirəm ki, budur paltarlar burada, yuh. Nə baş verir? Paltar yuyan maşın ustası məni əvvəlcə söyər, sonra bir daha mənim zəngimi açmaz və məni saya salmaz. İndi eynən o şəkildə. Çeşitli paltarlar burada ətrafımızdakı problemlərdir. Paltar yuyan maşın bizim şuur altımızdır. Başqa cür desək, vərdişlərimiz, davranışlarımız. Şuur isə həmin o paltar yuyan maşın ustasıdır. Biz ətrafda kimdəsə bir problem gördüyümüz zaman dərhal şuurla ona müdaxilə etməyə çalışır. Yəni onu deyir ki, sən niyə belə elədin, belə eləmə, belə elə. Halbuki etməyimiz gerəkən şey birinci növbədə o problemi davranışlarımızla düzəltmək, bir nümunə, timsal ola bilmək. Bunun üçün də o şuurumuzla özümüzə qarşı nəsihət etməyimiz. Vəssalam. O vaxt paltar yuyan maşın təmir olunar və ortada da çeşitli paltarlar qalmaz.